Salam əziz dostlar, mən Azər Quliyev. Bugün 13 aprel tarixidir və 9 siniflər üçün birinci buraxılış imtahanı oldu. Və mən dünənki videomda imtahanın çətin olmayacağını, asan olacağını demişdim. Həqiqətən də imtahan çətin olmadı, normal səviyyədə oldu. İndi mən sizə ingilis dilinə aid olan sualların izahatını verəcəm. Demək, birinci sualdan 4-cü suala qədər dinləmə mətn sualları olduğu üçün onları buraxıram və 5-ci sualdan başlayacağam. 5-ci, 6-cı, 7-ci suallar qısa mətn suallarıdır. 5-ci sual. Join our summer camp for kids today. We have fun games, arts and competitions. You can also make new friends here. There will be a special discount for the second child of the same family. It is the last day for signing up. Burada yer kampına, uşaqlar üçün olan yer kampına qoşulmaqdan danışır. Və orada əyləncəli oyunlar, yarışmalar olacaq. Çoxlu dostlar edə biləcəyimizdən danışır. Eyni ailədən qoşulan ikinci uşağa xüsusi endirimli olacaq. Və bu gündə endirimin son gün olmasından deyir. İndi variantlarımıza baxaq. A variantında discount is for all kids. Buraya qədər oxuduğumuzda A variantının yanlış olduğunu görürük. Çünki endirim bütün uşaqlar üçün deyildi. Sadəcə bir ailədən gələn ikinci uşaq üçün idi. B variantında only one child from family is allowed to attend the camp. B variantında yanlışdır. Çünki deyir ki, sadəcə bir uşağa bir ailədə izə verilir ki, kampa qoşulsun. Xeyr, ikinci uşağa endirim var idi. C variantı the camp provides children with different activities. C variantı doğrudur. Bəli, kampda fərqli aktivitelər var idi. Oyunlar kimi, yarışmalar kimi. D variantı signing up for the camp will last till the end of the next week. Növbəti həftədən sonuna qədər qeydiyyat davam edir deyir. Xeyr, bugün qeydiyyat bitirdi. Y variantı the second child of family can attend the camp for free. Ailənin ikinci uşağı kampa ödənişsiz qoşula bilər. Xeyr, belə bir məlumat yoxdur. Sadəcə ikinci uşağa endirim var idi. 5-ci sualda C variantı doğrudur. Gəlir 6-cı suala. Deyir Jessica, thank you for applying for the job as lawyer. We would like to invite you for an interview at 11 a.m. on Tuesday, September 21st at our office. You will meet with the head of our company, Emily White, and the interview will last for about 45 minutes. If you have any questions or wish to change the interview date, please ring or email me by September 12th. Yəni burada Jessica iş üçün müraciət edib. Jessica sentyabrın 21-i ikinci gün saat 11 üçün müsabiqəyə dəvət etmək istəyirlər. Və şirkətin baş direktoru Emily White Jessica ilə görüşəcək. Sadəcə intervyu 45 dəqiqə olacağını deyir. Əgər əvvəl sualınız və vaxt dəyişmək istəyirsinizsə 12 sentyabra qədər mənə yazın deyir Sofia. Bu e-maili, yəni yazını ona Sofia göndərib. A variantı the job interview will last less than half an hour. A variantı yanlışdır. Gördüyümüz qədərlə. Gəlir B variantına. Emily White will meet with Sophia Harris if Jessica changed the interview date. B variantı yanlışdır. Çünki deyir ki, əgər Jessica interview vaxtını dəyişsə, müsabiqə vaxtını dəyişsə, Emily White Sophia ilə görüşəcək. Elə bir məlumat yoxdur. C variantı Jessica applied for the job as the head of company. C variantı yanlışdır. Şirkətin başçısı kimin işə müraciət edib deyə Jessica. Belə bir məlumat yoxdur. D variantı if Jessica has any question, she won't be able to phone or email. D variantı bura qədər oxuduğumuzda yəni görürük ki, sual yanlışdır. Jessica'nın əgər əlavə sualları olsa, o e-mail göndərə bilməyəcək, zəng edə bilməyəcək. Halbuki e-mail göndərə bilər, zəng vura bilər. Y variantına gəlirik. Jessica is invited to the interview on September 21st. Jessica sentyabrın 21-i üçün müsabiqəyə dəvət edilir. Bəli, 21-i üçün müsabiqəyə dəvət edilir. Y variantı doğrudur.
Gəlirik 7-ci suala. Hi Jane, you are invited to my birthday party. It will be on Saturday at 3 p.m. at my house. You have to wear a special costume for the birthday party. See you soon. Kindly Carla. Demək bu dəvətnaməni Carla yazır Jane-ə. O Jane onun Acuna dəvət olunur. Acunu Carla'nın evində günorta saat 3-də 6 gün keçiriləcək və Carla ondan xahiş edir ki, özəl xüsusi kostyum geyinsin. İndi bəndlərə baxaq. A, B, C, D, Y bəndlərinə. Carla will celebrate her birthday alone. A variantı yanlışdır. Carla öz ad gününü tək keçirməyəcək. B variantı the birthday party will be held in a restaurant. Xeyr, birthday party restoranda deyil. Carla'nın evində keçiriləcək. C variantı the visitors should wear official dress for the birthday. Xeyr, C variantı yanlışdır. Çünki Carla ziyarətçilərdən rəsmi paltar geyinməsini yox, onlardan xüsusi özəl paltar geyinmələrini istəyir. D variantı Jane should wear a special dress for the birthday. Jane ad günü üçün xüsusi özəl geyim geyinəcək. Bəli, D variantı doğrudur. Y variantı Jane can participate at the party on Monday. Y variantı yanlışdır. Çünki Jane ad gündə birinci gün yox, 6-cı gün iştirak edəcək. Ona görə də D variantı doğru variantdır. Gəlirik digər suala. Digər sual, yəni 8-ci sualdan 12-ci suala qədər mətn sualdır. Mən mətni oxuyub çox vaxtımızı itirmək istəmirəm. Ümumən mətn haqqında məlumat verim. Mətn Aral gölü haqqındadır. Vaxtilə Aral gölünün dünyanın 4-cü ən böyük gölü olduğundan danışılır. Və sonra da onun suyu azalır və yavaş-yavaş sahəsi qısalır. Və hətta bu dəqiq itmək təhlükəsizliyi olduğundan danışılır. Suyun azalmasının səbəblərindən biri də pambıq tarlalar üçün ona gələn çayların qarşısının kəsilməsi olduğunu deyir. Və Aral çayı adını onun üzərində olan çoxlu adlardan aldığını deyir. Çünki çoxlu adlar var üzərində. Ona görə Aral çayının və ya gölünün mənası adlar dənizi deməkdir. İndi biz 8-ci sualdan baxaq. What is the passage mainly about? 8-ci sualda doğru cavabımız C variantıdır. The sea in danger of disappearing. Yox olma təhlükəsində olan dəniz. C variantı bizim doğru variantımız olur. 9-da deyir, choose the false statement according to the passage. Yəni mətnə müvafiq olaraq yanlış bəndi seçməmizi istəyir. A variantında today the Aral Sea is one of the world's largest lakes. Bugün Aral dənizinin dünyanın ən böyük göllərindən biri olduğunu deyir. Xeyr, bugün Aral dənizi dünyanın ən böyük göllərindən biri deyil. Elə bizim doğru variantımız adı burada. 10-cu sualda complete the sentence according to passage. Mətnə uyğun olaraq boşluğu cümləni tamamlamamızı istəyir. The Aral Sea receives water from two main water sources. Aral dənizinin iki əsas su mənbəyindən suyunu aldığını deyir. Bəli, mətndə var. A variantı bizim doğru variantımızdır. Gəlir 11-ci suala. 11-ci sualda choose the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq suala doğru cavabı seçin. What was the purpose of changing direction of the rivers running to the Aral Sea? Yəni Aral dənizinə axan çayın, daha sonra çayların qabağının kəsilməsinin məqsədi nə idi? Onun istiqamətinin dəyişilməsinin məqsədi nə idi? Burada doğru cavabımız C variantıdır. Yəni pambıq tarlalarını suvarmaq istəyirlər və onun üçün də ora gələn suların qarşısı alınır. Gəlirik 12-ci suala. Which statements are true according to the passage? Mətnə müvafiq olaraq hansı variantların doğru olmasını bizdən soruşur. As the Aral Sea dries,
it becomes a danger for the environment. Aral dənizi quruluna görə ətraf mühit üçün bu təhlükəli olur. Təhlükə yaradır yəni. Bir doğrudur. Bir də 3. Today only a little part of Aralsi exists. Bugün Aral dənizinin çox az bir hissəsi mövcuddur. Bəli, çox hissəsi quruyub. 1 və 3 doğrudur. Gəlirik digər suallara artıq. 13-cü sualdan başlayaraq qrammatika aid suallar gəlir. 13-cü sual match the words to their definitions. Exhibition sərgi deməkdir. Dessert elə bildiyimiz dessertdir. Yəni yeməyin sonunda yediyimiz şirniyyatlar falan bunlardır. Buna indi Azərbaycanda da dessert deyirik. Desire arzu, strong wish də belə yəni güclü arzu mənasına gəlir. Ona görə də burada 1 C, 2 B, 3 A. Yəni 1 C, 2 B, 3 A doğru cavabımız B variantıdır. 14-cü suala gəlirik. Which word means the person who is ahead of a school? Məktəbin müdürü, başçısı olan insan necə adlanır? Onu bizdən soruşur. Təbii ki, bu bir məktəbi idarə edən ingiliscə principaldır. Yəni A variantı doğru variantdır. Gəlirik 15-ci suala. Daha doğrusu bura biz mavi qoyaq ki, doğru olduğu bilinsin. Gəlirik 15-ci suala. Choose the correct option. Doğru variantı seçin. You a lot of money in the market last month. Burada last month sözü olduğu üçün yəni keçən ay mənasına gəlir. O deməkdir ki, bizim cümləmiz keçmiş sayı zamandadır. A variantı olmaz. A variantı keçmiş sayı zamanı deyil. Will spend de olmaz. Gəlir zamanıdır. Have spent iniş bitmiş zamandadır. D variantı did spend deyil və cümlə sual cümləsidir. D variantı doğrudur. Did you spend a lot of money in the market last month? Sən keçən ay marketdə çoxlu pul xərclədin. D variantı doğru variantdır. Y variantı do spend olmaz. Çünki do spend də indiki sadəcə zamandadır. Gəlirik 16-cı suala. Choose the correct option. I like trousers but I don't like collar. Burada trousers vardır və ingiliscə cəm isimdir. Onun üçün də A variantı olmaz. Çünki cəm isimlərin qabağında diz işlənməz. Qələmimizi götürüm. B variantında diz cəm isimlərin qabağında işlənir. Amma ikinci boşluğa baxdığımızda it's olmaz. Çünki trousers cəmdə olduğu üçün, trousersdan dayanışdığı üçün it's olmaz məntiqən. C variantına gəlirik. Diz trousers olar. Mən bu şalvarları xoşlayıram. Bu şalvardan sonra bu şalvarı xoşlayıram. I don't like color, yəni onun rəngini xoşlamıram. Burada deyir olar. Çünki trousers özü tək kimi göstərməsə baxmayaraq cəmdədir. Və onun əvəzi də cəmdə olmalıdır. C variantı doğrudur. D variantında düz cəm isimləri qarşısında işlənir, amma ikinci tərəfdə cəm isimləri olduğu üçün it's olmaz. D də yanlışdır. Y variantında zaten diz demişdir. Cəm isimləri qarşısında işlənməz. Y də yanlışdır. Və doğru cavabımız C variantdır. Gəlir 17-ci suala. 17-ci sualda bizdə antonim olan sözlərin sırasını seçməmizi istəyir. Burada bir-birinə antonim olan sözlər, yəni bir-birinin əksi olan sözlər Y variantıdır. Forget, remember, yəni unutmaq və xatırlamaq. Y variantı doğru variantdır.
Gəlirik 18-ci suallar. Choose the correct conjunction. Doğru bağlacını seçməmizi istəyir. Burada boşluqlara baxdığımızda B var. Görürük ki, B variantında both or var. Both or deyə bir şey yoxdur. Both and deyə bir şey var. C variantında not only olmaz. Not only but also olması lazım idi. C variantında olmaz. Either nor deyə bir şey yoxdur. Either or deyə bir şey var. Neither or da deyə bir şey yoxdur. Neither nor deyə bir şey var. Onun üçün neither nor A variantı doğru variantdır. Gəlirik 19-cu suala. Choose the correct option. The language courses approved by the Department of Education. Language courses sözü burada cəm isim olduğu üçün dil kursları. Burada is və ya was olmaz və are və were 2 və 3 doğru variantdır. 2 və 3 doğru variantdır. Və 20-ci sualda choose the correct passive voice version of the sentence. Bizdən cümlənin doğru məhsul növünü seçməmizi istəyir. Someone stole his suitcase a few days ago. Biz bilirik ki, bir cümlənin məhsul növünə çevirmək üçün birinci onu tamamlıq tapmaq lazımdır. Həmişə də bir çox vaxt tamamlıq feildən sonra olan sözdür. Burada feil stole feilidir və ondan sonra gəlin his suitcase-dir. Və his suitcase keçir cümlənin əvvəlinə və bizim cümləmiz keçmiş zamanda olduğu üçün bunun məhsul növü də keçmiş zamanda olacaq. Keçmiş zamanda bir cümlə məhsul növü tamamlıq üstəgələk was və ya were üstəgələk feilin 3-cü forması. Onun da A variantında was been olmaz. Yanlışdır. Daha doğrusu buna qırmızı qoyaq. B variantında his suitcase is deyir. Is inci zamandadır. Olmaz. Çünki cümləmiz bizim keçmiş zamandaydı. C variantı his suitcase has stolen. Bu da inci bitmiş zamandadır. C variantı olmaz. D variantı someone was stolen his suitcase deyir. Someone cümlə mübtədası olduğu üçün məlum növün D variantı olmaz. Çünki tamamlıq cümlə qabağa gəlməli idi. Y variantı his suitcase was stolen a few days ago. Y variantı bizim doğru variantımızdır. Gəlirik 21-ci suala. Choose the correct option. Doğru variantı seçməmizi istəyir. I met old friend in street while I was on my way home. Burada A variantı olmaz. Niyə A variantı olmaz? Çünki old sözündəki old tələffüz formasında sait olduğu üçün olmaz. Orada normalde en olar. Ona görə A variantını silirəm. B variantına gəldiyimizdə I met the old friend in street deyil. In street olmaz. In the street olması lazım idi. Ona görə də B və Y'yi çıxırıq. Qalırıq D və C. I met old friend. Old friend desək olmaz. Çünki artikel yoxdur. C variantı doğru deyil. Və D variantı doğrudur. Mən küçədə köhnə bir dostumla görüşdüm. Bu mənaya gəlir. I met an old friend in the street. Yəni D variantı bizim doğru variantımızdır. Gəlir 22-ci suala. Mike laid to bed as soon as he got home. Burada laid uzandı deməkdir. Yəni bir insan yatağın üstündə uzanar. Burada for, with, from, of variantlarımız yanlışdır. Doğru variantımız on variantıdır. Yəni Y variantı. Gəlir 23-cü suallar. Choose the correct option. Deer have long legs. Maralların uzun ayaqları var. Burada have feili olduğu üçün have'ın və sualı və inkar do
köməkçi fe'l düzəldiyi üçün burada mütləq köməkçi fe'l kimi tək kuvvetində do olması lazımdır. Və bizim birinci cümləmiz müsbət cümlə olduğu üçün tək kuvvetçinin tərəfimiz, elə deyilmi mənası gələn tək kuvvetçinin tərəfimiz inkar formada olmalıdır. Ona görə cümləmizdə don't day olacaq. Niyə A variantı olmaz? Çünki burada marallar dediyi üçün it olmaz. İt üçün şəxsin təkindədir. Ona görə A variantı yanlışdır. B variantı, Y variantı yanlışdır. Və doğru olan variantımız bizim D variantıdır. Gəlirik 24-cü sualımıza. Choose the correct modal verb. Doğru modal fe'li seçməmizi bizdən istəyir. I don't think you to read the whole novel in 2 weeks. Burada A variantı olmaz. Çünki won't be olmaz. Won't be able olması lazımdır. Yəni won't-dan sonra be olmalıydı. B variantı olmaz. Çünki have to'nun inkar forması haven't olmaz. Don't have to olar. C variantı olmaz. Çünki should to olmaz. Should'dan sonra to gəlməz. Eynən Y variantı olmaz. Çünki will be able olmalıydı. Doğru cavabımız D variantı. 20-ci sualda bizdən sinonim cütlüyünü seçməmizi istəyir. Daha sonra cütlüklərini seçməmizi istəyir. Burada correct true sinonimdir. İkisi də doğru deməkdir. Bir də 4-də elegant, attractive, ikisi də cəlb edici mənasına gəlir. 1 və 4 doğru variantımızdır.